Deməli, qraflar nədir? Qraf informasiya modeli. Qraf da informasiya modelinin bir hissəsidir ki, biz artıq birinci hissəmizdə informasiya modelindən danışmışıq. İlk öncə onu deyim ki, qraflar nəzəriyyəsinin banisi Leonard Euler adlı bir Alman alimdir. Həmin bu Euler-Venn diaqramı var ya, eşitmişsiniz. Bax, onu da bu yaradı. Və qraflar nəzəriyyəsinin yaradıcısıdır. Belə ki, e, həmin bu Euler 17-ci, 18-ci əsrlərdə yaşayıbdı o. Almaniyanın Königsberg şəhərində, indiki Kaliningrad şəhəri, indi Rusiyanın şəhəridir. Birinci Dünya müharibəsindən sonra Rusiya aldı o Almaniyanın şəhəri, hal-hazırda Rusiya ərazisi hesab olunur. Kaliningrad şəhərində istirahətdə olarkən mürəkkəb bir məsələni həll edən zaman özü də bilmədən qraflar nəzəriyyəsini yaratdı. Ümumiyyətlə, tarixdə bilmədən yaradılan kəşflərin sayı az deyil. Deyilənə görə Newtonun başına alma düşüb, cazibə qüvvəsini kəşf eləyib. Mendeleyev dövrü elementlər cədvəlini yuxuda görüb. Sonra məşhur Evrika, Arximed qüvvəsi fizikadan keçirsiniz. Təsadüf nəticəsindən yaranıb. Arximedin isti su ilə dolu taxta çəlləyə girməsi nəticəsində qışqırıb qaçıb Evrika tapdım deməkdir qədim Yunan dilində. Yəni elmdə belə kəşflər var. Bu da təsadüf nəticəsində qraflar nəzəriyyəsini yaradır və bu günləri dünyada bütün yol çəkintisi fərqi yoxdur. Avtomobil yolu olsun, hava yolları olsun, gəmilər olsun, dəniz yolu olsun. Məhz bu Leonard Eulerin yaratdığı nəzəriyyə əsasındadır. Necədir bu əsas? Nə deyir Leonard Euler? Leonard Euler qraflar nəzəriyyəsində deyir ki, öz aralarında ixtiyari qaydada birləşən obyektlərdən ibarət struktura qraf deyilir. Öz aralarında ixtiyari qaydada birləşən obyektlərdən ibarət struktura qraf deyilir. İndi ola bilsin ki, bu tərif sizə belə çətin gəldi. Mən onu sizə indi daha rahat şəkildə izah etməyə çalışacağım. Baxın, tutaq ki, burada bir A nöqtəsi var. Bir A şəhəri deyək. Buralarda bir B şəhəri var. Burada bir C şəhəri var. Burada bir D şəhəri var. Burada bir E şəhəri var. F şəhəri var. Burada bir K şəhəri olsun. Burada bir M şəhəri olsun. Belə şəhərlərdir də, düzdür? 1, 2, 3, 4, 5, 6, bəst. İndi biz bu şəhərləri birləşdirib yollar arasında yol çəkəcəyik. Şəhər olacaq gediş-gəliş üçün də. Məsələn, bu xətlərlə biz bu nöqtələri birləşdiririk. Təpə nöqtələrini birləşdiririk. Necə ki, siz üçbucaq filan çəkəndə 3 dənə nöqtə qoyub birləşdirmirsiniz, ya dördbucaqlı var, elə bir şeydir. Bəli, biz bunu neylədik? İxtiyari qayda olanları birləşdirdik. Hətta istəyirsiniz, bir dənə belə də çəkə bilərik, bir dənə belə çəkə bilərik, lap bir dənə istəyirsiniz belə çəkə bilərik, çəkək istəyirsiniz belə, biraz sərgəsiz düşəcək, amma olsun. Yəni, üst-üstə də düşə bilər, ha? O demək deyil ki, üst-üstə düşməyə bilər. Xeyr. Necə ki, yollar kəsişmir. Lap sən bununla bunu birləşdirin, bununla bunu birləşdirin. Lap gəlin, A ilə F-i də birləşdirək belə. Bax, öz aralarında ixtiyari qayda o deməkdir ki, burada konkret nizam yoxdur ki, sən bunu belə olmalıdır. İstənilən formada olan obyektlərdən ibarət quruluşa qraf deyilir. Bax, gördünüz, bu sxem gördünüz, bu qrafdır. Qraf uşaqlar iki hissədən ibarət olur. Təpələrdən, bir də tillərdən. Bu başlanğıc nöqtələr ki var, düyün nöqtələr deyirlər. Adətən hərflərlə, rəqəmlərlə, müxtəlif simvollarla işarə olunur. Bunlar təpələrdir. İki təpəni birləşdirən bu parça isə tildir. Və qrafın tillərinin növləri var. Hansı növləri var? Gəlin onlardan ətraflı danışaq. Adi til, adi til. 2. İstiqamətlənmiş til, istiqamətli til. Uşaqlar, istiqamətli tilə eyni zamanda deyirlər qövs deyirlər. Yadınızda saxlayın, qövs. Yəni, qövs sözü ilə istiqamətli til
sinonimdir də, yəni. Üçüncü, deyirlər ilgək, ilgək, dillərin növü də bunlar. Özünə qayıdan. Dördüncü, bəli, Nilcək gələn qayıdır, təzən özünə qayıdır bəli, qayıdan. çəkili til. Dörd dənə növü var tilin. Til bildinizdə bu xətt tildir. Dörd növü var. Adi til, bax budur. Bunların hamısı adi tildir. Yəni, iki təpə arasında məsafə, iki nöqtə olsun, bir A nöqtəsi olsun, bir də B nöqtəsi olsun. Bax, bunları birləşdirəm xəttlə. Bu adidir. Yəni, nə başlanğıcı var, nə sonu var. Biz bilmirik ki, bu A-dan B-yə çəkilib, yoxsa B-dən A-ya çəkilib. Aydındır? A-dan B-yə də getmək olar. B-dən A-ya da getmək olar. Elə ki, bir yoldur. A şəhərindən B şəhərinə də həmin yolla hərəkət edə bilərsən. Əksi istiqamətində də maşınlar stressi gəlir və B-dən A-ya da hərəkət edə bilərsən. Yəni qayda pozuntusu yoxdur. İki tərəfli yoldur. Buna deyirlər adi til. Rayon yolları, kənd yolları belə. Bir də var istiqamətli til. İstiqamətli til odur ki, uşaqlar. Konkret istiqaməti olur bunun. Məsələn, bax, istiqamət də ox işarəsindən göstərilir. Bu o deməkdir ki, bax burada göstərdim. Ya burada da sizi göstərim. Biz A təpəsindən, A şəhərindən B şəhərinə gedə bilərik, amma eyni yoldan B-dən A-ya gedə bilmərik. İstiqamət oxla göstərilir. Yol bir tərəflidir. Bəzən uşaqlar sual verir ki, müəllim, ola bilərmi ki, tilin hər iki istiqamət olsun? Yox. Çünki hər iki istiqaməti olsa bunun adildə nə fərqi var? Adi tillə istiqamətlənmiş tilin fərqini bildikmi? Adi til iki tərəfli yoldur. İstiqamətlənmiş til bir tərəfli yoldur. İlgək nədir bəs? İlgək odur ki, bir təpədən çıxır, məsələn, Sey təpəsindən. Heç bir təpədən keçmədən qayıdır təzədən özünə girir. O kuruq olur, kuruq. Avtovağzalda zatlar, özün maşınlar belə kuruq eləyib fırlanır ha. Bax, Seydən çıxdı bu, kuruqladı girdi Seynin özünə. Başqa təpədən keçmədi. Aydındır? Belə olarsa buna deyirlər ilgək. Bir də var çəkili til. Çəkili til isə tillərin üzərində konkret qiymətləri göstərilir rəqəmlərlə. Məsələn, M-dən B-yə 15-dir. Nə bilim, bura 8-dir, bura 3-dür, bura 2-dir, bura 6-dır, bura 4-dür, bura 7-dir, bura 5-dir. Bura olsun, nə bilim, 3 olsun, nə bilim, bura 2 olsun, bura 9 olsun, bura 6 yazmışıq. Yenə təkrar da ola bilər əslində. Məsələn, 2 olsun. 2 yazmışıq da qarışıq düşməsin. Amma ola bilər. O demək deyil ki, ola bilməz. Bu 1 olsun. Bu da olsun. Məsələn 12. Konkret yolu göstərir də. Məsələn deyir ki, məsələn D-dən A-ya, Daşkəsəndən nə bilim Astaraya x kilometrdir. Üstündə qiymətləri varsa, buna deyirlər çəkili til. Deməli, bir də deyirəm, adi til heç bir istiqamət olmayan til, istiqamətlənmiş til. Buna yönləndirilmiş də deyirlər. Bu olur. Deməli, istiqaməti olan til həm də qövs deyirlər, bir tərəfli yol. İlgək özündən çıxıb özünə qayıdır. Çəkili til isə qiyməti. Üstündə qiyməti olur. Əgər bir qrafın bütün tilləri istiqamətlənibsə, bu qrafa deyirlər diqraf. Var adi qraf, var diqraf. Adi qrafla diqrafın fərqi odur ki, adi qrafın heç olmasa bir tilini adi olsun, istiqamətlənməmiş. Məsələn, bir diqraf odur ki, bütün tilləri istiqamətlənsin. Məsələn, bir qrafın 100 tili olarsa, onun 99-u istiqamətlənərsə, bir dənəsi adi olarsa, buna mən diqraf deyə bilmərəm. Buna deyəcəm adi qraf. Yox, əgər 100 tilinin, n tilinin eni də, nə bilim 100 tilinin 100-ü də istiqamətlənibsə, buna deyəcəm nə? Diqraf. Elə bir ki, bir uşaq 3 fəndən ikisindən yaxşı yazır blokda, birindən zəif yazır, valideyn şikayət edir bundan, danlayır. Deyir, buna bax, cəmaatın övladlarına bax, getdi hamısını yaxşı yazdı. Xalqın uşağı. Sən də deyirsən, oxuyuram Məmmədin də oğlu deyir. Məmmədin oğlu deyir, 3 dənə fəni yazıb, sən gedib ikisini yazıb gəlmsən üstümə. Valideyn razı qalmır. Amma o halda deyəsən ki, afərin,
əhsən mənim övladıma getdin üçün də yazdın. Bu da elədir də. Bir dənə tili istiqamətli olmayanda deyirsən qraf hökmündə deyilsən. Sən sadə qrafsan, prostoy qrafsan. Bir də uşaqlar yalqız təpə anlayışı var. Yalqız təpə odur ki, heç bir təpə ilə əlaqəsi olmasın. Məsələn, burada bir T təpəsi olsun. Baxın, heç bir təpəyə birləşmir. Elə bir ki, bir okeanın ortasında, nə bilim, dənizin ortasında bir ada dövləti fikirləşin. Heç bir ölkə ilə quru sərhədi yoxdur. Su sərhədi var, hava sərhədi var da. Məsələn, Bakıda da var da elə, nə bilim, Çilov adası var, nə bilim, Nargin adası var, nə adası var. Orada hərbçilər, bu neftçilər də işləyir də, Çilov adası da olur. Yəni ora quru yolla gedə bilməzsən. Ancaq helikopterlə və ya gəmi ilə filan. Yəni quru yolu olmayan təpəyə deyilə yalqız təpə. Elə bir ki, bir şagird heç bir uşaqla qaynayıb qaçmır. Tənəffüsdə ancaq heç kimin dostu tanışı yoxdur. Gedib bir tərəfdə dayanır. Bax buna deyilə yalqız təpə. İndi biz burada qədər aydın oldu mu? Nə aydın olmadı? Deyim mən o hissəni bir də izah eləyim. Kimə aydın olmadı? İsmail aydın olmadı. İsmail yoxdur ki burada. İsmail buradadır. Prosta mikrofonu bağlayıb gedib. Əli aydındır. Aydındır müəllim. Vaqif səndə nətərdir vəziyyət? Aydındır. Aydın mən. İsmail yoxdur burada nəsə. İsmail buradasan? İsmail mikrofonu bağlayıb gedib yatmaq. Səsi gəlmirsə, uşağı mən 2 dəfə çağıranda səs vermirsə, deməli orada deyil. Ən azından yaza bilər ki, müəllim, evdə səs-küy var, aça bilmirəm mikrofonu. Yox, demirsə, deməli o orada deyil. İsmail, sən bu dəqiqə dərsdə deyilsən o. Dərsdə olsaydın səs verərdin hayımıza. Biz davam edirik. İndi uşaqlar, biz bu qraf əsasında nə yaradacaq? Qonşuluq matrisi yaradacaq. Aha, gəlin yaradaq. Bunu da buradan silirəm. Bunu da silirəm. Bunu göstərmək üçün qoymuşdum. Aha. Deməli, çəki matrisi yaradacaq. Əvvəlcə çəki matrisi. Deməli, çəki matrisi nətər yaradacaq? Hə, burada qoyacam təpələri A, B, C, sonra D, D-dən sonra gəlir, nə gəlir? F, K, K-dan sonra gəldi. Nə gəldi? M var da bir dənə, M. Deməli, nə qaldı? Siz də baxın uşaqlar. 1, 2, 3, 4, 5, 6, 7. 1, 2, 3, 4, 5, 6, 7. Bir dənə də bizim yalqız təpəmiz var idi. Burada bir T təpəsi olsun da. Bu da yalqız, təkdir. İndi biz bunun əsasında çəki matrisi yaradırıq uşaqlar. Bunun adına deyirlər çəki matrisi. Qiyməti var, çəkili dildə çəki matrisi. Gəlin görək necə yaradırıq. Deməli, burada yenə eyni şeyi yazacaq. Bax, bu obyekt obyektdir də. Düzdür? A, B, C, D, Y, Y yoxdur, yox. D-dən sonra F gəlir. F, F-dən sonra nə gəlir? K, M, T. K, M və T. İbrahim, niyə yazırsan ekranı? Hə. İndi gəlin, uşaqlar, qiymətlərin qoyaq yerinə. Deməli, A-dan deməli, hara yolu var? Baxaq görək hələ. A-dan M-ə yolu var 9. Bax, A-dan M-ə 9-dur.
Vəssalam. E, Bir dənə də gəlin belə çəkək. A'dan K'ya da olsun. Məsələn 15 olsun. A'dan D'ye var birdir bura. A'dan K'ya da olsun nə? 15. A'dan K'ya 15. Nə var? Yazırıq qiymətlərin yerinə də. Vəsə. Gəldik növbəti B təpəsinə. B'dən S'yə var 2 bura. B'dən K'ya yox, B'dən K'ya var 3, B'dən K'ya 3. Hələ B'dən S'yə var, K'ya var da, vəsə yoxdur da. Gəldik S təpəsinə. S'dən K'ya 6-dır. S'dən K'ya buradır bax 6. S'dən B'yə 2-dir. S'dən B'yə 2-dir. S'dən F'ə 4-dür. S'dən F'ə bura 4. Sonra gəldik D'yə. D'dən A'ya 1-dir. D'dən A'ya buradır 1. D'dən K'ya neçədir bu D'dən K'ya? D'dən K'ya 2-dir də. Və bu 5 nə də yazmışıq. Qarışdırdıq aləm bir-birinə. Bu 5 nəyin uşaqlar? Siz bilərsiniz. Bu D'dən K'yanın qiyməti isə bu 5 Nə nədir? doğru. Bu hamısı qarışdı bir-birinə. Bax bu D'dən K'yadır. Ya D'dən 2 K. ya da 5 artıq. Ya 2 ya 5. Yaxşı, onda gəl 5-i pozuram, yaxşı. D'dən K'ya nə qədərdir? D'dən K'ya oldu 2. D'dən K buradır. O, K 2. D'dən F'ə 12-dir. D'dən F buradadır 12. Sonra məncə qurtardı. Sonra gəldi F. F'dən D'yə 12-dir. F'dən D'yə bura 12 buradadır. F'dən A'ya 3. F'dən A'ya 3. A'dan F'ə də 3 idi. Onda A'dan F'ə də 3 olmalıydı da. Niyə yazmamışıq bu? A'dan F'ə 3. F'dən A'ya 3-dürsə A'dan F'ə 3 olacaq da. F'dən S'yə 4 bura. F'dən K'ya 7. F'dən K'ya buradır 7. Siz də baxın, ha, ola bilsin qarışdıra bilərəm. Nəsə gözlə. F'dən D'yə yazdıq. Gəldik F'dən sonra K. K'dan M'ə 8. K'dan M'ə. M buradır 8. Sonra K'dan B'yə 3. K'dan B'yə buradır bu. Bura 3. K'dan A'ya 15. Bura oldu 15. K'dan A'ya. K'dan B. K'dan S'ye 6. K'dan S burada 6. K'dan S'ye 6'dır. Sonra K'dan F'e 7'dir. K'dan F'e F buradadır 7. Məncə qalmadı. Sonra gələk M təpəsinə. M. M'dən A'ya 9. M'dən A'ya burada 9. M'dən K'ya 8'dir. M'dən K'ya 8'dir. Onda K'dan M'ə də 8 olacaq da. K'dan M'ə yazmışam mən 8. M'dən A'ya 8. M'dən B'yə 15. M'dən B'yə buradır bax 15. Sonra A getdi. Məncə qurtardı. Düzdür? Ola bilər ki, nəsə gözdən qaçır. Yəni biz nə etdik? Biz qraf əsasında uşaqlar qonşuluq matrisi yaratdıq. Üzr istəyirəm, çəki matrisi yaratdıq. Bax bu qrafın əsasında yaratdıq. İndi bir də var. Bunun əsasında qonşuluq matrisi yaratmaq. Qonşuluq matrisi belədir ki, hansı təpə, deməli burada onu da deyim. Hansı təpələrin kəsişməsindəki xanalar dolu xanalardırsa, qiymət varsa, həmin xanalara deyirlər, həmin təpələrə deyirlər qonşu təpələr. Hansı təpələrin kəsişməsindəki xana boşdursa, ona deyirlər qonşu olmayan təpələr. Və qonşu təpələr arasında birbaşa yol var. Məsələn, A təpəsinin qonşusu D, F, K, M təpələridir. B-nin təpəsi 2, S və K təpəsidir. S-nin təpəsi hansıdır bu məntiqlə? Kim deyər? S-nin təpəsi. S təpəsinin S-nin təpəsi yox, S-nin qonşusu. S təpəsinin qonşusu hansı təpədir? Təpələrdir daha doğrusu. B, F, K.
Bəli. Yəni S qonşu deyil A ilə, S ilə, D ilə, M ilə, T ilə. Bax gördüyünüz kimi T təpəsi heç bir təpə ilə qonşu deyil. Çünki yalqız təpə idi axı. Və gördüyünüz kimi cədvəldən də görünür ki, heç bir təpə özü ilə qonşu deyil. Uşaqlar, sizcə bir təpə özü ilə qonşu ola bilərmi? Məsələn deyirəm, tutaq ki, burada məsələn hər hansı bir təpə D təpə D-dən D-yə qiymət yazılsın. Məsələn olsun nə bilim 50 belə bir şey. Ola bilərmi təpə özü ilə qonşu olsun? Sizcə? Ola Özü bilər. ola bilər. Niyə? Hansı halda ola bilər o? İlgəklə ola bilər Ay ilki. sağ ol. Bəli, ilcək olarsa. İndi bizim çəkdiyimiz qraf nümunəsində ilcək olmadığına görə biz nə etdik? Heç bir təpə özü ilə nə etmədi? Qonşu olmadı. Məsələn, burada bir məsələ var. Deyir ki, A təpəsindən məsələn M təpəsinə ən qısa yol necə ola bilər? A-dan M-ə ən qısa yolu biz ancaq doluq təpələrlə gedəcəyik. Məsələn, A-dan M-ə birbaşa da gedə bilərəm. A ilə M-in kəsməsində doludursa birbaşa 9-dur. A-dan 1-ə gedərəm. 1 nə idi? D-yə gedərəm, F-ə gedərəm, K-ya gedərəm, M-ə gedərəm. Nə bilim, A-dan F-ə gedərəm. F-dən birbaşa M-ə düşə bilmirəm. F-dən M-in kəsişməsi boşdur. F-dən hansısa bir xanaya gedərəm. Gəlib baxasan da. E, Bax, bu cədvəl üzrə getmək biraz çətinlik yaradır. Amma onun qrafını çəkəndə, o qraflarla bir qədər rahat şəkildə getmək olur. İndi biz bunun üzərində uşaqlar, biz bunun qonşuluq matrisini yaradacağıq. Qonşuluq matrisindəki e, birlər var, sıfırlar var, onlardan danışacağıq. Prosta bizim vaxtımız azalır uşaqlar. Belə yorulmamısınızsa, mən link atım, qoşulaq, bunu bitirək. Yox, Bəli, mən yorulmusunuz. fizikalı. Hə, onda belə eləyək uşaqlar, çatmayacaq 4 dəqiqəyə. Gəlin belə eləyək. Siz qraf informasiya modelinə baxmayın. Düzdür, mən bunların PDF-ini atacağam sizə. Siz hələ ki o modelləşdirmə testi var idi. Nə neçə dənə o Əli Məmmədin memarlar 50-yə yaxın bəzən. Onları işləyərsiniz. Həftənin ikinci günü müzakirə edib keçərik bunun davamına. Olar o? olar. Əlavə kimin nə sualı var? Nə aydın olmadı? Yox, Sual yoxdursa yekunlaşdıraq. sağ olun. Gecəniz xeyir. Sağ Sağ ol. olun, mənim.